Nəhayət ki, Latviyadayam. Yeni həyata başlamağa çalışıram. Söz verdiyim kimi Latviyaya niyə, hansı yollarla köçmüşəm, niyə burada təkəm, həyat yoldaşım niyə mənimlə deyil, bunlar haqqında danışacağam. Kimdir səndən soruşan? Hamı kimi daha yaxşı şərtlərdə yaşamaq, səyahətin asanlığı kimi səbəblərdən tam 3 il əvvəl hələ sevgili ikən Azərbaycandan köçmək fikrinə gəldik. Sən kimsən ki? Əlbəttə ki, bu qərar vermək asan olmadı. 6 ildən çoxdur ki, Azərbaycan qarış-qarış gəzmişik. Təbiəti, doğmalığı, dostlarımızı qoyub gəlmək, əsas da komfort zonanı tərk eləmək heç də asan deyildi. Tamam. İnandım. Təbii ki, tək gedəndə sənin şansların daha çoxdur, daha fleksibelsən, istədiyin ölkəni seçə bilirsən, amma bizdə bu belə deyildi. Yəni biz 2 nəfər idi, ikimizin də karyerası, təhsili, sahəsi eyni deyildi. Ona görə də hər ikimizin eyni ölkədə, eyni şəhərdə olmaq istəməyimiz prosesi biraz çətinləşdirirdi və mümkün ola biləcək ən yaxşı ölkəni seçməyə çalışırdıq. Nəhayətində düşündük ki, iş vizası, yəni iş taparaq gedək. Mümkün bütün variantları araşdırdıq. Günün sonunda qərara gəldik ki, Litvaya müraciət edək. Bir şirkət tapdıq. Çox yerləri araşdırandan sonra dedilər ki, siz sadəcə ödəniş eləyəcəksiniz. Hər şeyinizə biz baxacağıq. 6 ay, 1 il ərzində artıq ölkədən köçmüş olacaqsınız. Siz mənə deyim, sizi necə anladıblar? Hər şeyi hazırladıq, sənədləri apardıq, şirkətə pul verdik, prosedur başladı. Bir ayın sonunda şirkət bizim işə dəvət məktubumuzu aldı. Sonrakı mərhələ səfirlikdən gün götürmək idi. Dedilər ki, bu da 1-3 ay çəkir. Məni elə anladıblar ki, yəni analog olmayan bir şəkildə. Bu müddət ərzində sağ olsun Zahir mənə evlilik təklif elədi. Bəxtəsən aşkındır. Oğlan evi hər şeyi çox tez və tələsi istədi. Biz 1 ay yarıma nişan, toy, hazırlıq hər şeyi sığışdırdıq. Məqsədimiz də evlənib, hesablamalara görə ən gec 1 ay sonra da ölkədən köçmək idi. Evlilik sonrası nələr baş verdi? Bunları növbəti videoda danışacağam çünki ürək sözüm çoxdur. Ürəyimdə sözlər çoxdur, Zalmə.